əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün dağları aşıb bir dağlıq rayona gəlmişik. Garonboy rayonunun Buzluq kəndindəyik. Biz gəlmişik çox qocaman müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Xoş gördük sizi. Deyir, xoş gördük. Sağ olun, hoş gəlibsiniz. Çox sağ olun. Adınız, soyadınız? Adım Orcov Mirzə. Orcov Mirzə. Məhəmmədoğlu. Bəli. Neçənci ildə anadan olmusunuz müəllim? 1941-ci ildə Anadan olmusunuz. fevralın 17-sində anadan olmuş. Bəli. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Hansı iqtisad? Bəli. Leylin adına apini qutarır. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat dərslərini demişəm. Nə gözəl. Hətta riyaziyyat dərsi də demisiniz. Bəli. Hətta riyaziyyat dərsi də demisiniz. Hə. Çox gözəl, çox gözəl. Yox, təhsil pedaqoji məktəbi. Riyaziyyat da deyir. Riyaziyyat dərsi də deyibdi. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1967-ci ildə, Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 40 ildə. 40 il fəaliyyət göstərmisiniz. Fəxri adlarınız, mükafatlarınız olub? Yox. Mükafatım Yenilik qəzetində məqalə çıxıb ki, ilk müəllimim oxuduğum uşaqlardan mənə də o qəzetdə Kəlbəcərdə olmayıb. tərif kimi çıxıb ki, ilk müəllimim Orcov Mirzə olub. Nə gözəl. Qabaqcıl müəllimlərdən olmusunuz. Qabaqcıl müəllimlərdən olmusunuz. olmuşam. Müəllim. Partiyanın da üzvü də olmuşam. Daha sonra gedib də. Çox gözəl. Müəllim, çox sağ olun. Həyat yoldaşınızı sizin yanınızda əyləşib. Mən istəyərdim həyat yoldaşınız özünü təqdim eləyərdi. Anamız, siz özünüzü təqdim eləyin, adınız, soyadınız. Əliyeva Sədaqət Əli qızı. Çox gözəl. 1952-ci ildə anadan olmuşam. Müəllim, çox sağ olun. Sizi də tanımağınızda şad olduq. Sağ olun. Müəllim, bildiyimizə görə çox gözəl atasız. Çox gözəl babasız. Neçə evladınız var? Adlarını qeyd eləyərdiniz sadəcə olaraq. 5. Hatta 5 dənə evladım var. Aha. Böyüyünü deyim. Bəl deyin. Hə, böyüyü Orcov Müşfiq Bəli. Mirzəoğlu. Sonra Orcov Əkbər Mirzəoğlu. Orcov Cümşüd Mirzəoğlu. Orcov Cavid Mirzəoğlu. Orcova Yaqut Mirzə qızı. Əkbər həm topçu olub, həm tankçı. Çox Həm gözəl. kəşfiyyatçı. Sağ ol. Əkbər oğlum. Cəsur döyüşçü olub. Çox gözəl. Ümumilikdə 4 medal verir İlham. İlham. İlham öpürəm. Allah canını sağ eləsin. Sağ olun. Müəllim, neçə nəvəniz var? Ümumilikdə neçə nəvəniz var? 9. 9 nəvəniz var. 2, 9, 9. 9. Bəli. Nəticə? Nəticə hələ gözləyirik. İnşallah Allah ömrünüzü uzun eləsin. Nəticə Sağ ol. də görəsiniz, hətta kötücə də görəsiniz. Sağ ol, Hamısında sağ ol. toyun görəsiniz. İnşallah. Amin Sizinlə deyirik. bağım, sizinlə Müəllim çox bağım. sağ olun, var olun. Sizi də tanıdıq, gəldik. Sizinlə tanışlığımıza çox şad olduq. İndi müəllim sizi Sağ çəkdik. olun. Sizi Hoş gəlibsiniz. Çox sağ olun. Siz gələrsiniz dağlara. çox sağ olun. Sizi çəkdik, İndi mənim işıqlandıracağıq. arzum odur siz Kəlbəcərə gələsiniz. İnşallah gedib Orada gəlmişik. Gedib yaxşı gəlmişik. şadlıq Bu da eləyirik, gedir, yaxşı qurban da Aha. kəsib aşklar. Nə gözəl. Müəllim biz də gedib gəlmişik Kəlbəcərə. Hə. Çox gözəl yerdir. Bir il getmişdim. Biz də bu il getmişik. Çox gözəl yerdir. Müəllim, biz sizi çəkdik, inşallah işıqlandıracağıq Allahın izni ilə. Buradan sizə baxacaqlar nəvələriniz, nəticələriniz, övladlarınız, hamısının hətta varı, kötücələriniz hə. belə baxacaq. 10 il sonra, 20 il sonra Allah ömrünüzü uzun etsin, özünüzün Allah yanında canınıza əyləşib sağ olun, baxsınlar. sağ olun. Onlara Allah nə sizi ürək qorusun, sözlər bildirərdiniz? Yollarınız var olsun, Onlara öpürəm nə hamınızı. hörmət, Sizi göndərəni də Müəllim, öpürəm. onlara nə ürək sözlərini bildirərdiniz? nə Kimə? hörmət göstərmişəm. Ürək sözləriniz olub, nə bildirərdiniz evlatlarınıza, nəvələrinizə, nəticələrinizə?
Nə Yəni, arzulayardınız? Arzum odur ki, həyatda yaxşı işləsinlər, yaxşı ad qazansınlar. Partiyamıza, hökumətimizə hörmət, o qayğı, torpağımızı müqəddəs qoruyaq. Mən bir il Kəlbəcərə getmişdim. Kəlbəcərin yolları Meydan çayından çayın ayağına qədər gözəl bir Bəli, yol çəkiblər. bəli, bəli. Elə həmişə onu ürəklə danışıram. O qədər gözəl yol Çox çəkiblər. Çox ağır gözəl. döyüşdə oldu. Allah Biri Türk Füzulidə, qardaşlarımızı da yana sağ maçından eləsin. çıxdı, Şükürlər gəldi olsun ki, Ağdərədə. gözəl yol Ağdərədə çəkilər, 94-cü il gözəl yol aprelin çəkilər, 14-də əhval tuneller vurdular, vurublar. ermənilər. Nə qədər Hə. işlər görüblər. Salamat qaldı. Allah hamı sağ eləsin Çox sağ olun. ki, Var olun. vətənimizi çiçəkləndiriblər. Çox şükür, çox şükür. Bu günümüzə şükür. Allah qoysa bir də gedəcəm. Hələ bir İnşallah, gedəcəm. inşallah. Müəllim çox sağ olun, var Qoy, olun. Sizlə sonunda tanışlığımıza sağ çox olun. şad oldum. Sənət Sağ onun bir olun, şeirini sağ deyim. olun. Buyurun, buyurun anamız, buyurun. Hoş Xudaya, gəldiniz. insanın olarak halı Allah yamandır. sizin də Nələr çəkdiyimiz canınızı sənə sağ əyandır. eləsin. Mənası var mıdır Zəhmət min çək, təriqətin? gəlsin oradan bura. Aç qapısın sən həqiqətin. Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bir güzərandan. Biz də ilham alaq sevinək barı, işıqlat bu dipsiz qaranlıqları. Yazıqdır dünyanın əşrəfi insan, böyüksən, adilsən, keç günahından. Qoyma ki yerlərdə sürünsün bəşər, dünyada qalmasın nəfslik nəşər. Yaxşılıq insana bir adət olsun ilahi. Dünyamız başdan başa qoy cənnət olsun. Allah Amin. ilhamı canına sağlıq versin, Amin, atasına rəhmət amin. eləsin. Biz də amin deyirik. Amin. Çox sağ olun. Mən Var də olun. deyim bir sizin. şeiri. Buyurun. Səməd Orğunla Aşıq Şəmşir o vaxt 1953-cü il, 52-ci illərdə həmişə Kəlbəcərə gəlirdilər. Səməd Orğun. Bəli. Orada Səməd Orğunla Aşıq Şəmşirin değişməsi var. Səməd Orğun da o vaxt yaxşı deyil də, biraz xəstə idi. Aşıq Bəli, Şəmşir ona bir yaxşı şeir qoşub, deyir Aşıq Şəmşir, dəli dağdan keçəndə kəhlikli daşlardan xəbər al məni, Ceyran bulağından qızlar içəndə sal tutub söz qoşub, yada sal məni. Gəlmişəm gəzməyə sizin dağlara, gözəllər oylağı, göy yaylaqlara, mənim bu dərdimi de ovlaqlara, sinəmdən oxladı bir maral məni. Hə, Bəs. ikisi də- hə. Çox sağ olun. Sağ Sonra ol, sağ ol, bəsdir.